Bismillahirrahmanirrahim. Allahumma salli ala Muhammedin və ali Muhammed və accil fərəcəhum. Xanım Zəhra salamullah aleyhanın mövludu münasibəti ilə başda İmam Zaman ağa və onun haqq naibi olmaqla bütün müsəlmanları təbrik edirik. Allah Taala bizlərə dünyada bu əzəmətli xanımın ziyarətini, qiyamətdə isə şəfaətini nəsib etsin. Allah Taala Qurani-Kərimdə Kövsər surəsində peyğəmbərə buyurur: Bismillahirrahmanirrahim. İnna a'taynakal Kevser. Həqiqətən də biz sənə Kövsər əta etdik. Bu surənin şən-i nuzulunda gəlib ki, bir gün As ibn Vail Kəbədə peyğəmbərlə söhbət edirdi. Peyğəmbərdən ayrıldıqdan sonra dostlarından biri ondan soruşur ki, kimlə söhbət edirdin? As ibn Vail dostuna deyir ki, Əbtərlə söhbət edirdim. Əbtər yəni nəsli davam etməyən. İlk dəfə peyğəmbərə Əbtər deyən bu şəxs olub. Peyğəmbərə çoxu töhmətlər vururdular. Kəzzab, sehrbaz, divanə və sair kimi töhmətlər vururdular. Əbtər də bu töhmətlərdən biri idi. As ibn Vail bu sözü dillərə salır. Hər vaxt peyğəmbəri görürdü, Əbtər deyirdi. Peyğəmbər də bu sözdən çox narahat olurdu. Allah Taala peyğəmbərin mübarək qəlbinə bu mübarək surəni nazil edir. Buyurur: İnna a'taynakal Kevser. Həqiqətən də biz sənə Kövsər əta etdik. Kövsərin mənası çoxlu və geniş xeyir deməkdir. Çoxlu və geniş xeyir Qur'an, peyğəmbərlik, elm, gözəl əxlaq, şəfaət məqamı və sair kimi xeyirləri də götürmək olar. Yəni ey peyğəmbər, biz sənə Qur'anı verdik, peyğəmbərlik verdik, elm verdik, gözəl əxlaq verdik, şəfaət məqamını verdik. Bunların hamısını da götürmək olar. Amma biz surənin axırına baxanda görürük ki, bu surənin axırında nəsildən söhbət gedir. İnnə şəniəkə huvel əbtər. Peyğəmbərə buyurur ki, sənin düşmənin sonsuzdur. Sonsuz yəni nəsli davam etməyəndir. As ibn Vail və onun kimləri ki, peyğəmbərə əbtər deyirdilər, Allah da peyğəmbərə buyurur ki, İnnə şəniəkə huvel əbtər. Sənə əbtər deyənlərin özləri əbtərdir. Yəni nədir? Nəsli davam etməyəndir. Təfsir alimləri də buyururlar ki, Kövsərdə məqsəd peyğəmbərin nəslinin davamıdır. Kövsər yəni xanım Zəhra salamullah aleyha. Allah ki buyurur: İnna a'taynakal Kevser. Biz sənə Kövsər əta etdik. Kövsərdə məqsəd xanım Zəhra salamullah aleyhadır. Əziz rəhbərimiz xanım Zəhra salamullah aleyha barəsində buyurur: Xanım Zəhra salamullah aleyhanın vücudunun xeyir bərəkəti peyğəmbər dinindən bütün bəşəriyyətə nazil olan xeyirlərin toplusudur. Çoxları bunu gizlətməyə çalışırlar, amma bacarmadılar. Allah Taala Qurani-Kərimdə buyurur: Vallahu mutimmu nurihi vələv kərihəl kafirun. Kafirlərin xoşuna gəlməsə də Allah Taala öz nurunu tamamlayacaqdır. Biz çalışmalıyıq ki, özümüzü bu nur mərkəzinə yaxınlaşdıraq. Bu nura yaxınlaşmağın şərti nurani olmaqdır. Nurani olmaq təkcə məhəbbətlə yox, əməl ilə nurani olmalıyıq. Əməlimiz elə olmalıdır ki, peyğəmbər ailəsinin bir üzvü olaq. Əli əleyhissalamın qapısında qəmbər olmaq asan deyil. Salmanu minna əhləl beyt. Salman biz əhl-i beytdəndir. Əhl-i beytdən olmaq asan deyil. Əhl-i beytdən olmaq təkcə iddia ilə əldə olunmur. Bunun üçün əməl, fədakarlıq, ixlas, onlara bənzəmək və onların əxlaqı ilə əxlaqlanmaq lazımdır. Salman Farsi olmaq lazımdır. Qəmbər olmaq lazımdır. Allahümme ec'al mehyâi mehyâ Muhammedin ve ali Muhammed ve memâti memâtâ Muhammedin ve ali Muhammed. İlahi bizlərin yaşayışımızı peyğəmbər və ali peyğəmbərin yaşayışı kimi qərar ver və ölümümüzü də peyğəmbər və ali peyğəmbərin ölümü kimi qərar ver. Esselamu aleykum və rəhmətullahi və barakatuh.